Müğənni Alma xanım Əhmədli ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal böyüyür. Alma xanım Hüseynə İzzət Bağırovun arxiv videosunu paylaşarak cavab verib. Hüseyndən Alma xanıma cavab gecikməyib. Əziz dostlar, göndərirsiniz, yazırsınız, nə bilim, taq edirsiniz. O Alma xanım mənim əziz dostumdur, həm də gözəl sənətkardır. Xəttini də çox istəyirəm, bir yerdə oxumuşuq. O işki qaldı dəstəyə. Mənim yadımda da Yaşıl Teatrda Alma xanım elə balaca uşaq idi. İzzət onu səhnəyə çıxardı və tamaşaçılardan hətta onun üçün alqış da istədi. Bunlar hamısı yadındadır. Alma xanım bəlkə yadından çıxıb. O ki qaldı, deyir ki, atam İzzətə dəstək olub. Allah hamd olsun, İzzət 91, 92, 93, 94, 95-ci illəri idi. Artıq demək olar ki, ulduz idi. Hamı onu tanıyırdı. 96-cı illər. Məncə İzzətə Vüqar müəllim yox, başqa insanlar dəstək olur. Öpürəm. Vüqar müəllim də buradan öpürəm. Hamınızı çox istəyirəm, sağ olun. Sadəcə olaraq düzün danışmaq lazımdır. Düz danışmağı hər kəs bacarmır. Sağ olun. İllər əvvəl Yaşıl Teatrda olan solo konsertində kiçik bir ifa eləmişdim, bəli, amma o televiziyaya gedən zaman o konsert mənim ifam orada yayımlanmamışdı. Yəni əgər yaxşı danışan, doğrunu danışan oğlansansa, düşünürəm ki, bunları da deməliydin. Yəni birini deyib, birini deməmək də düzgün deyil. Əgər belə düzünü danışansansa, məncə məsələni dərindən araşdır, daha sonra fikir bildir. Amma mən tərəfdarıyam ki, ümumiyyətlə kimlərinsə ailə mövzusuna fikir bildirməyəsən, ailələr arası münaqişə salmayasan. Necə ki, mən sənin ailə problemləri və indiyənə qədər heç bir fikir bildirməmişəm. Baxmayaraq ki, ailə problemləri ilə uzun müddət gündəmə gəlmişsən, həmişə bir tərəf qalmışam. Çünki sənin həyat yoldaşın da mənim qrup yoldaşım olub, əzizim olub. Ona görə də həmişə sizin xoşbəxtliyinizi istəmişəm. Düşünürəm ki, sən də bu mövzulara qarışmamalısan. Çünki burada belə böyük bir problem. Deməli, Alma xanım video paylaşıb, İzzətin çıxışını kanalların birində İzzət Vüqar Əhmədin ona dəstək olduğunu söyləyib. Normal bir haldır, qohum-qohuma dəstək olar. Mən Vüqar Əhmədi çox istəyirəm, həmişə ona Vüqar Əhməd deyirəm, hörmətli və ölkədə nüfuzu olan bir insandır. Alma isə mənim ən sevdiyim dostlarımdan biridir. Bir yerdə oxumuşuq, özü də gənc sənətkardır. Söhbət 91, 92, 93, 94, 95, 96-cı illərdən gelirsə, o vaxt mən uşaq idim, İzzət artıq populyar idi. Demək olar ki, bütün Azərbaycan onu tanıyırdı. Vüqar Əhməd hətta mənim atamın filminin o vaxtı təkrarən efirdə getməyinə sağ olsun dəstək olmuşdu. O vaxtı rəhmətli anamın xahişi ilə. Bu qədər, mehriban olun. Belədir ki, qohum-qohuma dəstək olar. Mənim 42 yaşım var, indi də mənə dəstək olan insanlar var. Yaxşı qohumları Allah qorusun, pislərə lənət eləsin Allah. Sağ olun. Əziz dostlar, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu dostumuz mənim müsahibələrimin birində dəstəyə ehtiyacım olmadığım videosunun altında rəy yazıb ki, Vüqar Əhməd İzzət Bağırova heç vaxt dəstək olmayıb. O artıq o həmin illərdə populyar müğənni idi. Hüseyn əzizim, bunu mən öz başına dilə gətirməmişəm. Zaten mənim dayım sağ olsun hər zaman efirə çıxanda bunu dilinə gətirir ki, gənclik illərimdə mənə Vüqar Əhməd sağ olsun sənətimdə böyük dəstəklər verib. Yəni sağ olsun ki, dilə gətirir. Yəni burada eyib bir şey yoxdur. Nə olar ki, yəni Vüqar Əhməd yeri gələndə sənətkar rəhmətli atan haqqında da gözəl verilişlər dövlət televiziyasında yayımlandırıb, Allah anava rəhmət eləsin onun xahişi ilə. Yəni bunları danmaq olmaz. Yaxşılıqlar məncə unudulmamalıdır. Həyatda kiminsə kimin üstündə əməyi varsa, illər keçsə belə onu dilə gətirmək lazım. O insanlar mənim səhnə fəaliyyətimdə mənim üçün çox addımlar atıb, mənimlə bərabər bir yerdə çox işlər görüblər mənim üçün. Onlar məndə bir-bir kimsə birdən yadımdan çıxa bilər, birdən kimsə adını unudaram, kimsə adını çəkə bilmərəm. Belə Vüqar Əhmədin də adını çəkə bilərəm, deyə bilərəm. Bəli, Vüqar Əhməd də çox dəyərli. Kimləri deyim, valla çox insanlar var. Bu qədər kifayətdir. Nəyin düz, nəyin səhv olduğunu mən özüm hamıdan yaxşı bilirəm və nəyi düz demişəmsə onu da yaxşı bilirəm. Amma sonunda bir ona deyə bilərəm ki, nə demişəm, düz demişəm. İzzət populyar olanda, İzzət tanınanda, həm də İzzət yaxşı insandır, çox yaxşı insandır. İzzət tanınanda mən şortikdə gəzirdim. O
başqalarını bilmirəm, heç həyatda yox idilər, bəlkə fundamenti qoyulmamışdı çox insanların. Nə demişəm, yaxşı eləmişəm. Sağ olun, sağlıqla qalın. Ki, sən də bu mövzulara qarışmamalısan. Çünki burada belə böyük bir problem görmürəm. Sadəcə bu jurnalistin mənə sualı idi ki, bugünkü gündə dayının sənə dəstəyi var. Mən dedim ki, artıq 12 ildə oxuyuram da, yəni indən sonra mən dəstəyi neyinirəm ki, indiki dövrdən. Əvvəlki illərə qalsaq, atam dəstək olub, bəli. Atamın özü də dayıma cavanlıq illərində dəstək olub. Yəni bunu mən demirəm. Dayım həmişə sağ olsun, efirdə dilə gətirir. Yəni bu qədər. Yəni xahiş edirəm, birini deyəndə ikincisini də denə. Bu qədər.